Bəli, son 3 gündə Milmuğan bölgəsinə fasilələrlə intensiv şəkildə yağış yağıb. Bir məsələni də qeyd edim ki, bu bölgəyə sonuncu dəfə yağış təxminən 2 ay əvvəl yağmışdı və bu da olduqca böyük bir müddət hesab olunurdu. Nəticədə bölgədə quraqlıq müşahidə olunurdu. Bölgənin əsas su təminatı isə Araz çayı vasitəsilə həyata keçirildiyindən Araz çayında da suyun səviyyəsi xeyli aşağı düşmüşdü. Taxıl əkini mövsümüdür. Fermerlər bu sarıdan da çətinliklər çəkirdilər. Nəticədə fermerlərin əkin sahələrini suvara bilməsi üçün növbəli suvarma sistemi tətbiq olunmuşdu. Yağıntılardan sonra isə Araz çayında da suyun səviyyəsi xeyli qalxıb. Əgər yağıntılardan əvvəlki müddətdə Araz çayına saniyədə 3 kubmetr su ötürülürdüsə, indi əlavə olaraq 7 kubmetrdə su ötürülür və nəticədə hal-hazırda Araz çayında ötürülən suyun həcmi saniyədə 10 kubmetr təşkil edir. Ümumilikdə isə Araz çayında yağıntılardan sonra suyun səviyyəsi 20 kubmetrdən çox qalxıb ki, bu da fermerlərin işini bir qədər asanlaşdıracaq. Yəni, suvarma suyuna tələbatı olan fermerlər əkin sahələrini rahatlıqla suvara biləcəklər. Bununla bağlı reportajımız var və reportajımızı isə irəliləyən xəbər buraxılışlarında təqdim edəcəyik. Bizim isə hələlik çatdırmaq istədiklərimiz bunlardan ibarət idi. Buyurun, söz yenidən sizdədir.